İsmail, oyuna start heyətdə başladınız və ümumiyyətlə bu oyun barədə sizin fikirləriniz maraqlıdır və sizin oyununuz barədə. Rəqibin gücünə bələdir, yaxşı rəqib idi. Son maçlarda da onlar qələbə qazanmamışdı, bizim də qələbəmiz yoxdur. Oyun yaxşı keçdi, bizim şanslarımız oldu, istifadə edə bilmədik. Məncə yaxşı mübarizə apardıq. Nəzərə almaq lazımdır ki, Latviyadan fərqli olaraq Macaristanda həmçinin dünya ulduzları da var. Yəni bu səviyyə fərqi hiss etdinizmi? Yəni oyun keyfiyyəti baxımından və onlara qarşı oynamaq hansı aspektdə çətin idi sizin üçün? Əlbəttə ki, onların oynadığı liqanın intensivliyi, sürəti bizim liqadan fərqlidir, amma bu bəhanə deyil. Buna baxmayaraq biz yaxşı mübarizə apardıq. Yəni olan heyətində ulduz futbolçular var. Məncə yaxşı mübarizə idi. Oyundan öncə ümumiyyətlə plan nə idi baş məşqçinin? Yəni hansı tərzdə bu rəqibə qarşı qələbə qazana bilərdi? Əlbəttə ki, plan bu idi. Yəni əlimizə düşən fürsətlərdən istifadə etmək istəyirdik, amma alınmadı. Son momentdə də fürsətimiz oldu. Onu qola çevirsəydi yaxşı olardı. O qədər. Çox sağ olun, uğurlar sizə. Sağ olun.